Salam hörmətli sahibkarlar. Bugünkü mövzumuz ictimai iaşə fəaliyyəti ilə bağlı olan vergi risklərimiz, vergi dərəcələrimizlə bağlı olacaqdır. Ardıcıl istənilən 12 aylıq dövriyyənin 200 min keçdiyi halda bu vəziyyətdə avtomatik biz xüsusi diqqət etməliyik ki, həmin dövriyyəni keçdiyimiz ayın növbəti ayın ilk 10 günü ərzində vergi orqanlarına sadələşmiş vergidə qalacağımız haqqında müvafiq məlumat verməliyik. Və bu verilmədiyi təqdirdə avtomatik vergi orqanları bizi əlavə dəyər vergi ödəyicisi kimi qeyd edəcəklər. Əgər biz əvvəlki dövrlərdə sadələşmiş vergi ödəyicisi isə, bu halda avtomatik olaraq hər ilin aprel ayının 20-sinə qədər müvafiq bəyannaməni və yaxud da ki, sadələşmiş vergi ödəyicisi olaraq qalacağımız haqqında ərizəni təqdim edərək dövrün sonuna qədər artıq 8% sadələşmiş vergi ödəyicisi olaraq qalırıq. Bəs sadələşmiş vergi ödəyicisi 8%-dən 2%-ə hansı hallarda keçir? Burada əsas nüans tam 12 aylıq dövriyyənin 100 mindən aşağı olduğu hallarda biz avtomatik müvafiq müraciət edərək və artıq 8%-dən 2% sadələşmiş vergi ödəyicisinə keçid edə bilərik. Bizim bu qeydlərimizdə əsas nüansımız nələrdən ibarət oldu? Belə ki, sadələşmiş vergi ödəyiciləri əgər 2% həcmdədirlərsə, avtomatik onlar dövriyyələrinə nəzarət etməli və 200 mini keçdiyi halda hansı ayda keçibsə, həmin ayın növbəti ayın 1-dən 10-na qədər vergi orqanına məlumat verməlidir. Misal üçün, XMMC ictimai iaşə fəaliyyəti ilə məşğul olan bir müəssisədir. Bu müəssisə iyul ayının 15-i 200 minlik dövriyyəsini keçmişdir. Avtomatik bu dövrdə növbəti ayda avqust ayının 10-na qədər sadələşmiş vergi ödəyicisi olaraq qalmaq haqqında müvafiq ərizəni vergi orqanlarına təqdim etməlidir. Əks halda vergi orqanları bunu əlavə dəyər vergi ödəyicisi kimi qeydiyyata alacaqlar və mənfəət plus əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatda olacaqdır. Əgər siz də vergi risklərinizə qorunmaq istəyirsə, bu nüanslara xüsusi olaraq diqqət yetirməlisiniz.